2026-cı il qəbul imtahanına uyğun olaraq abituriyentlərimiz və müəllimlərimiz üçün dərs izahlarımız davam eləyir. Mövzumuz Yunanıstan və Makedoniyadır. Vaxt itirmədən dərs izahına başlayaq. İlk öncə Yunanistanın təbiətindən danışım ki, Yunanistan Avropada, Balkan yarımadasında yerləşir. Yunanistanı təbiət 3 hissəyə bölür: Şimali, Orta və Cənubi Yunanistan. Demək, Cənubi Yunanistan Peloponnes adlanır, Orta Yunanistan Attika bölgəsi adlanır ki, Attikada da bizim indi danışacağımız Afina şəhər dövləti yerləşirdi. Yunanistanda və ümumilikdə Avropada yaranan ilk sinifli cəmiyyət gördüyünüz kimi Krit mədəniyyəti olmuşdur. Krit mədəniyyəti eradan əvvəl 3-cü minillikdə meydana gəlmiş. Kritlilər əsasən gəmiçiliklə məşğul olmuşdular. Krit mədəniyyətində biz freskalara rast gəlirik. Krit mədəniyyəti özünə məxsus yazısı olmuşdur və eradan əvvəl 2-ci minilliyin ortalarında Kritə yaxın bir adada baş verən vulkan püskürməsi nəticəsində Avropanın ilk sivilizasiyası, ilk sinifli cəmiyyəti süquta uğramışdı. Krit mədəniyyətinin təsirinə məruz qalan, Krit mədəniyyətinin davamçıları olan Mikenalılar isə Axey tayfaları tərəfindən əsası qoyulan bir mədəniyyət idi. 2-ci minilliyin ortalarında meydana gəlmişdi. Mikena mədəniyyətində biz Akropollara rast gəlirik. Akropol yuxarı şəhər mənasına gəlir. Təpə üzərində qurulan şəhərlər idi. Lakin eradan əvvəl 2-ci minilliyin sonlarında edilən Dori yürüşləri nəticəsində məhz Mikena mədəniyyəti iflasa, süquta uğramışdı ki, Dorilərin 2-ci minilliyin sonlarında Yunanistana, Arilərin isə Hindistana yürüşünün şahidi olmuşduq. Bundan sonra Yunanistanda eradan əvvəl 8-6-cı əsrlərdə Yunan polisləri, Yunan şəhər dövlətləri meydana gəlir. Yunan şəhər dövlətlərindən Afinanın, Spartanın, Miletin, Rodosun adlarını çəkə bilərik. Lakin bunlardan ən önəmlisi bizim üçün Afina və Spartadır. Onsuz dərsliyimiz də bizə Afina və Sparta haqqında olan məlumatları bildirir. Yunan polisləri ilə paralel olaraq, yəni elə 8-6-cı əsrlərdə Yunan koloniyaları da meydana gəlir. Şəhər dövlətlərdən koloniyaların fərqi nədir? Onun izahını verim. Demək, şəhər dövlətlər Yunanistan ərazisində mövcud olan cəmiyyətlər olduğu halda, Yunan koloniyaları Yunan əhalisi tərəfindən başqa ərazilərdə, digər ərazilərdə, bölgələrdə meydana gələn bir mədəniyyət idi. Yunan koloniyalarında Yunanlar yaşayırdılar. Yunanlar özlərini Ellin adlandırırdılar. Yaşadıkları əraziləri Ellada adlandırırdılar. Mədəniyyətlərini Ellinizm mədəniyyəti hesab edirdilər. Eyni dildə, eyni adət-ənənəyə malik olan Yunan toplumları Qafqazdan İspaniyaya qədər Qara dəniz və Aralıq dənizi sahillərində Yunan koloniyalarını salmışdılar. Yunan koloniyalarının meydana gəlməsinə səbəb şəhər dövlətlərdə əhalinin sayının həddindən artıq artması idi. Ticarətin inkişaf eləməsi idi. Əkinə yararlı torpaqların çatışmamazlığı idi ki, Yunan şəhər dövlətlərində yaşayan insanlar getdilər qonşu bölgələrdə özlərinə koloniyalar saldılar. Və onu da qeyd edeyim ki, Azərbaycanda, istər şimalında, istər cənubunda, Atropatenada və Albaniyada Yunan mədəniyyətinin yayılmasının, Yunan mədəniyyətinin təsirinin məhz Makedoniyalı İskəndərin şərqə doğru etdiyi yürüşlər nəticəsində olmuşdur ki, biz burada kirəmitdən istifadəni görürük, Yunan tanrılarına sitayişi görmüşdük. Onunla bağlı Albaniya Atropatena mövzusunda ətraflı izah vermişdim, izləyə bilərsiniz. Yunan koloniyalarında yeni varlıların meydana gəlməsi onların Yunan şəhər dövlətlərində hakimiyyəti ələ keçirmək uğrundakı mübarizələrinə gətirib çıxartdı. Burada bir neçə sözün, terminin, hərfi mənasını qeyd eləmişəm. İndi paralel olaraq izahla bərabər onların da mənasını sizlərə bildirəcəm. Biz indi danışaq sizlə həmin o 2 dənə mühüm şəhər dövlət olan Afina şəhər dövlətindən. Afina şəhər dövləti eradan əvvəl 8-6-cı əsrlərdə təxminən meydana gəlmişdi. Afina şəhər dövlətində 2 təbəqədən ibarət əhali yaşayırdı. Bunlar aristokratlar idi, varlı şəxslər idi. Aristokratların yaratdığı hakimiyyət forması adlanırdı aristokratiya. Aristokratiya sözünün hərfi mənası yaxşıların hakimiyyəti demək idi. Bütün hakimiyyəti öz əllərində cəmləşdirmişdilər və aristokratlardan başqa yerdə qalan digər azad əhali isə demos adlanırdı. Aristokratların hakimiyyət orqanı Ağsaqqallar Şurası, demosun hakimiyyət orqanı isə xalq yığıncağı hesab olunurdu. Aristokratlara nisbətdə demosun hüquqları daha az idi, daha məhdud idi. Yəni əsas söz sahibi Afinada varlı şəxslər, adlı sanlı şəxslər olan aristokratlar idi. Ümumilikdə Afina şəhər dövləti yaranandan etibarən, yəni 8-ci əsrdən etibarən Afiniya hökmdarlar rəhbərlik edirdi. Bir nəfər hökmdar şəhər dövləti idarə edirdi. Həmən o şəhər dövlətdə də şəhərin yuxarı hissəsində yaşayan insanlar dedik aristokratlar idi və onlar harda yaşayırdılar? Akropollarda yaşayırdılar.
Demək, Akropollara Mikena mədəniyyətində də rast gəlinir, Afina şəhər dövlətində də rast gəlinir. Və eradan əvvəl 7-ci əsrdən etibarən Yunanıstanda gümüş pulun kəsilməsi əhalinin təbəqələşməsinə gətirib çıxardır ki, bundan sonra Afinada oliqarxiya idarə etmə sistemi qurulur. Oliqarxiya idarə etmə sistemi isə azlığın hakimiyyətinə deyilir. Demək, eradan əvvəl 7-ci əsrdə formalaşdı oliqarxiya hakimiyyət nümunəsi. Belə bir dövrdə həmən bax bu demoslar hüquqlarının artırılması uğrunda, vəzifə tutmaq uğrunda, torpaq sahibi olmaq uğrunda mübarizəyə başlayırlar. Bu mübarizənin qarşısını almaq üçün isə aristokratlar tərəfindən Drakon adında bir şəxs eradan əvvəl 7-ci əsrdə islahatlar keçirdir. Bu 7-ci əsrin ikinci yarısında keçirilən Drakon qanunları aristokratların mənafeyini müdafiə eləyir, onların əmlakını qoruyur. Və bununla da Drakon qanunları Yunanıstanda mürəkkəblə deyil, qanla yazılmış qanunlar hesab olunur. Çünki Demosun ən xırda kiçik səhvində çox sərt şəkildə cəzalandırılırdı aristokratlar tərəfindən. Aristokratlar düşünür ki, əgər Drakon qanunlarını biz qəbul eləsək, vəziyyət səngiyər və Demos öz azadlığı, hüquqları uğrunda mübarizə aparmaz. Amma bu əksinə daha da Demosun hiddətlənməsinə, qəzəblənməsinə gətirib çıxardır. Çünki həm vəzifələri yox idi, idarəçilikdə yəni təmsil olunmurdular, həm aristokratlar kimi hüquqları yox idi, baxmayaraq ki, onların sayı aristokratlardan daha çox idi Demosun sayı. Bütün bunlar onların qəzəblənməsinə gətirib çıxartdı. Və ən əsası da Demoslar bu dövrdə varlılardan borca pul alırdılar. Hansı ki, bu quraqlıq illərində idi. Onlar borca pul alırdılar və borc verən şəxs də həmən borc sahibinin ərazisində, torpağında borc daşı qoyurdu. Borc daşının üzərində qeyd olunurdu ki, filan tarixdə, filan məbləğdə borcu qaytarmalısan. Yox, əgər bu borcu qaytara bilməsə həmən o şəxs, borcu olan şəxs, onun həm təsərrüfatını əlindən alırdılar, həm də onu ailəsi ilə birgə qula çevirirdilər. Bax, danışdığım bütün bu hadisələr eradan əvvəl 6-cı əsrin əvvəllərində 594-cü ildə aristokratlar tərəfindən Solonun vəzifəyə çağırılmasına səbəb oldu. Və Solon tərəfindən tarixdə Solon islahatları kimi də qeyd olunan islahatlar dövrü başladı. Demək, yeni dərsliyə əsasən müəllimlər bunu qeyd edə bilər ki, bax, danışdığım hadisələr Solon islahatlarının keçirilməsinə səbəb oldu. 594-də demək Solon hansı islahatları keçirdir? O bayaq haqqında danışdığım borc daşını ləğv eləyir. Borca görə qula çevrilən Afinalıları azad eləyir. Gələcəkdə kimsə borca görə qula çevrilərsə, bax bu qaydanı aradan götürür. Yəni borca görə qula çevrilmək qadağan olunur. Taxıl və digər zəruri ərzaq məhsullarının ölkədən kənara çıxarılmasına qadağa qoyur və Attikanın yerli sakinlərinə, yalnız kişilərə vətəndaş hüququ verir. Vətəndaşlar da hansı ki, idarə etmədə iştirak edə bilərdilər. Vəzifəsindən və əmlakından asılı olmayaraq bütün vətəndaşlar idarə etmədə iştirak edə bilərdilər. Bütün bax bu Solon islahatları vəziyyəti bir qədər yumşaltsa da, bütün ziddiyyətləri həll eləmir. Yenə də aristokratlarla Demos arasında ziddiyyət davam eləyir və bütün bu hadisələrin minvalında da eradan əvvəl 6-cı əsrdə Yunanıstanda oliqarxiya idarə etmə sistemini bu dəfə əvəz eləyir tiraniya idarə etmə sistemi. Tiraniya da nə deməkdir? Tək başına bir nəfərin zorakı yolla hakimiyyəti ələ keçirməsi və ölkəni tək başına idarə etməsi idi. Amma tiraniya idarə etmə sistemi Yunan mədəniyyətinə, Afina təfəkkürünə uyğun bir idarə forması deyildi. Ona görə də eradan əvvəl 6-cı əsrin sonlarında Yunanıstanda tiraniya devrilir və nəhayət ki, Yunanıstanın idarəçilik forması öz təşəkkülünü tapır. Artıq yekun olaraq Yunanıstanda hakimiyyət keçir xalq yığıncağının, Demosun əlinə və Yunanıstanda, yəni Afinada daha doğrusu, demokratiya idarə etmə sistemi qurulur. Ta ki, onların işğal olunduğu dövrə qədər. Yunanıstanda eradan əvvəl 6-cı əsrin sonlarından etibarən həmçinin strateqlər də seçilməyə başladı. Həmən o strateq bir nəfər olurdu, Afina şəhər dövlətini idarə eləyirdi. Strateq orduya rəhbərlik eləyirdi, donanmaya rəhbərlik eləyirdi. Biz bunu Romada konsuldan oxşar cəhət kimi də qeyd eləyəcəyik. Daha sonra Yunanıstanda Afina demokratiyasının çiçəklənmə dövrü, Demosun hüquqlarının artırıldığı dövr
Periklin strateqiliyi dövrü hesab olunur. Strateqlər normalda 1 illik seçilirdilər vəzifəyə. Yəni hər il seçkilər olurdu. Özünü doğrultmayan strateq vəzifədən uzaqlaşdırılırdı. Amma Perikl əhali tərəfindən o qədər rəğbətlə qarşılanır ki, islahatlarını Demosun leyhinə, Demosun mənafeyinə uyğun, ümumiyyətlə bütün xalqın mənafeyinə uyğun o qədər gözəl təşkil edir ki, idarəçiliyi onu ölümünə qədər, ölənə qədər 15 il ardıcıl şəkildə strateq seçirlər. Onun o gördüyü işlər nədən ibarət idi? Niyə əhali onu bu qədər sevir? Bax, ondan danışım sizə. Perikl strateqiliyi əlinə alandan sonra, Afinanı idarə etməyə başlayandan sonra islahatlar keçirilir. Bax, bu islahatlara görə vətən uğrunda həlak olanların və yoxsulların hər il dövlət tərəfindən maddi yardım almasına qərar verir. Afinalıların idarəetmədə iştirakı genişlənir. 20 yaşına çatan bütün şəxslər xalq yığıncağında iştirak edə bilir. Söhbət yenə kişilərdən, vətəndaşlardan gedirdi. Hər il dövlət tərəfindən yoxsullara taxılla, pulla yardım edilirdi. Bunu biz, bax bu yardımı Romada qayqıraq islahatından da oxşar cəhət kimi qeyd edə bilərik. Dəftərlərimizə bunu qeyd edə bilərik. Və onun hakimiyyəti dövründə gördüyünüz kimi Demosun hüquqları artmışdı. Ona görə də həm Solonun, həm Periklin oxşar cəhəti kimi də hər ikisinin Demosun mənafeyinə uyğun islahatlar keçirməsini qeyd edə bilərik. Bax, bu danışdığım məsələlər Afina haqqında olan, idarəçiliyi haqqında olan, siyasi həyatın haqqında olan məlumatlar idi. İndi sizə sadə və anlaşılıqlı formada Spartadan da danışım. Sparta şəhərinin əsasını eradan əvvəl 2-ci minilliyin sonlarında Mikeniyaya hücum edən Dori tayfaları qoymuşdular. Sparta şəhəri 2-ci minillikdə yaranır. Lakin Afina kimi eradan əvvəl 8-ci əsrdə şəhər dövlətə çevrilir. Demək, şəhər anlayışı ilə şəhər dövlət anlayışını qarışdırmırıq. 2-ci minilliyin dedik ki, Dorilər gəldi, 8-ci əsrdə şəhər dövlətə çevrildi, Sparta şəhər dövləti. Afinada olduğu kimi burada da Ağsaqqallar Şurası və Xalq Yığıncağı mövcud idi. Amma Afinadan fərqli olaraq Spartanın idarə etmə forması hər zaman əsaslanıbdı oliqarxiya idarə etmə üsuluna. Oliqarxiyada nə oldu? Yadımıza salaq, azlığın hakimiyyətinə. Niyə belə deyilir? Çünki Sparta oliqarxiyasında 2 nəfər hökmdar dövlət idarə edirdi. 2 nəfər hökmdar dövlət idarə edirdi. Bundan əlavə olaraq da dedik, paralel olaraq da Ağsaqqallar Şurası və Xalq Yığıncağı mövcud idi. Ağsaqqallar Şurası Spartada qanunları hazırlayır, qərarları hazırlayır. Səsvermə yolu ilə də Xalq Yığıncağı həmin o qərarları qəbul eləyirdi və ya rədd eləyirdi. Amma dövlət idarə edən həmin o 2 dənə hökmdar idi. Spartada Afinaya və digər Yunan şəhər polislərinə nisbətdə, yəni Mileta, Rodosa və digər Yunan şəhər dövlətlərinə nisbətdə əkinə yararlı torpaqlar çatışmırdı. Amma onlar Afinalılar kimi, digər şəhər dövlətlər kimi Qafqazdan İspaniyaya qədər olan ərazilərdə həmən bax bu koloniyaları yaratmaq əvəzinə daha çox işğalçı siyasət yürüdürdülər. Qonşu əraziləri işğal etməklə məşğul idilər. Çünki Sparta əhalisinə, söhbət yerli Spartalılardan gedir, hərbidən başqa iş görmək qadağan idi. Onlar elmlə, incəsənətlə, ədəbiyyatla, musiqi ilə məşğul olmurdular. Tarix, fəlsəfə heç nə oxumurdular. Məqsədləri, işləri yalnız hərbi iş idi. Onların əvəzinə gündəlik həmən o təsərrüfat işlərini görən şəxslər qullar idi. Həmən o qullara hilot deyirdilər. Demək, qul hilot adlanırdı. Onların ordu birləşməsi falanqa adlanırdı Spartalılarda və bunu da müəllimlər özləri üçün qeyd edə bilər. Hal-hazırda danışdığımız lakonik qısa ifadələr, lakonik danışıq da Spartalılara aid idi. Biz şahid oluruq ki, Spartalılar istər Yunan-İran müharibələrində fəal iştirak edirlər, istər Spartalılar Yunanistana ağalıq uğrunda Afinanı məğlub edirlər, istərsə də Spartalılar Makedoniya ilə aparılan müharibələr zamanı öz müstəqilliyini qoruyub saxlayan yeganə şəhər dövlət olur. Spartadan, Afinadan da danışdıqsa, indi gəlin keçək Yunanistana edilən hücumlardan danışmağa. Tarixdə hər zaman Qərb-Şərq mübarizəsinə şahid olmuşuq. İndi bu Qərbi təmsil edən Yunan şəhər dövlətləri olur, Şərqi təmsil edənsə Əhəməni dövlət olur. Yunan şəhər dövlətləri bu dövrdə Aralıq dənizi sahilində söz sahibi idilər, güclənən şəhər dövlətləri idilər. İran Əhəməni imperiyası isə qərbə doğru genişlənmə siyasəti yürüdürdü. Belə ki, Kiçik Asiyada olan əraziləri ələ keçirdən koloniyaları, Yunan şəhər dövlətlərini ələ keçirdən Əhəmənilər
Afinanın həmən o şəhər dövlətlərdə olan üsyanlara dəstək verməsinə görə və Yunanıstanı ələ keçirtmək istəməsinə görə Əhəmənilərin Yunanıstana hücumu baş verir. Bu 1-ci Daranın başçılığı ilə başlayır. Eradan əvvəl 500-449-cu illəri əhatə eləyir bu müharibə. Yadda qalan döyüşlərdən eradan əvvəl 490 marafon döyüşünü qeyd edə bilərik. Marafon döyüşündə Yunanlar İranlılara qalib gəlirlər. Eradan əvvəl 480-ci ildə isə Fermopil keçidi döyüşü baş verir. Fermopil keçidi döyüşündə Spartalıların rəhbəri Leonid 300 Spartalı ilə qəhrəmancasına İranlılara qarşı vuruşur. Amma İran ordusu 480-ci ildə Fermopil keçidini ələ keçirdirlər. Kserksin başçılığı ilə Fermopil keçidi tutulur. Lakin eyni ildə baş verən Salamin döyüşündə Yunan şəhər dövlətləri İrana qalib gəlirlər dəniz döyüşlərində. Artıq bu dərslikdən çıxarılıb müəllimlərin dərsliyindən, amma yenə də mən qeyd elədim. 479-cu il Plateya döyüşündə də Yunanlar qalib gəlir və bu qalibiyyətdən sonra İran qoşunları Yunanistandan qovulur, çıxardılır. Amma 30 il ərzində dənizlərdə müharibələr gedir. Dənizlərdə gedən müharibələr zamanı Afina şəhər dövlətin ətrafında birləşir digər Yunan şəhərləri. Afina dəniz ittifaqını yaradırlar və bu müharibələr 479-449-cu illəri əhatə edir. Yekunda isə Yunan şəhər dövlətləri Əhəmənilərə qalib gəlir. Əhəməni dövləti Kiçik Asiyadakı və Egey dənizində olan Yunan şəhər dövlətlərinin müstəqilliyini tanıyır və Yunanlılar İranlılara, Əhəməni dövlətinə Egey dənizinə çıxışı qadağa qoyur. Bu Yunan-İran müharibələri. Yunan-İran müharibələrindən sonra Yunanistanda 2 dənə parlayan ulduz var idi. Afina və Sparta. Hər ikisi Yunanistana sahiblik uğrunda, ticarətdə üstünlüyü əldə etmək uğrunda, Yunanistan uğrunda, Yunanistana ağalıq uğrunda mübarizəyə başlayırlar. Mübarizənin bir digər səbəbi isə Afina demokratiyası ilə Sparta oliqarxiyasının ziddiyyəti idi. Çünki bir-birinə əks sistemlərdir də gördüyünüz kimi. Bu səbəblər 431-404-cü illərdə Afina-Sparta mübarizəsinə səbəb olur. Spartanın müttəfiqləri Afina şəhər dövlətlərinin müttəfiqlərinə qalib gəlsələr də, bu ümumilikdə Yunanistan təsərrüfatına ağır zərbə vurur, Yunan şəhər dövlətlərinin müdafiəsini zəiflədir. Və belə bir dövrdə Yunanistandan şimalda Makedoniya çarlığının rəhbəri 2-ci Filip bu vəziyyətdən istifadə eləyərək Yunan şəhər dövlətlərini bir-birinin ardınca məğlubiyyətə uğradır və eradan əvvəl 338-ci ildə həlledici döyüş olan Xeroneya döyüşündə də Makedoniya çarı 2-ci Filip Yunan şəhər dövlətlərinin varlığına son qoyur. İstisna Sparta. Spartadan başqa bütün Yunan şəhər dövlətləri işğal olunur Makedoniya tərəfindən, lakin onlar özlərinin daxili idarə etmə hüququnu saxlayırlar. İndi gəlin mən sizə Makedoniya haqqında və Yunan mədəniyyəti haqqında da məlumat verim. Makedoniya haqqında da məlumat verəsi olsam, Yunanistandan şimalda yerləşən bir çarlıq idi. 2-ci Filipin dövründə bayaq danışdığım kimi Yunan şəhər dövlətlərini işğal edirlər Spartadan başqa. Xeroneya döyüşündə hökmdar 2-ci Filipdir. Lakin İskəndər burada ilk dəfə sərkərdəlik məharətini göstərir. Atasının ölümündən sonra 336-323-cü illərdə İskəndər Makedoniya imperiyasının rəhbəri olur. Daha doğrusu hələ bu dövrdə dövlət idi və Makedoniyalı İskəndər şərqə doğru yürüş edir. Bu dövrdə onun əsas rəqibi Əhəməni dövləti idi. Əhəməni dövlətinin hökmdarı 3-cü Dara ilə aralarında Qranik, İs və Qavqamel döyüşləri olur ki, hər 3 döyüşdə Makedoniyalı İskəndər rəqibinə qalib gəlir və eradan əvvəl 330-cu ildə Əhəməni imperiyasının parçalanmasına, süquta uğramasına səbəbkar olmuşdu ki, həmən o dövlətin də əraziləri Makedoniyalı İskəndərin imperiyasına birləşdirilir. Azərbaycan bildiyiniz kimi cənub və şimal torpaqları da Makedoniyanın tərkibində olmuşdu. Bu dövrdə onun Suriyanı, Fələstini, Mesopotamiyanı, eradan əvvəl 332-ci ildə Misiri, eradan əvvəl 327-də Hindistanın şimali-qərbini ələ keçirdiyinin şahidi oluruq. Hindistanın işğalını başa çatdıra bilməmişdi bu arada. Çünki əhalinin güclü müqaviməti olur, əsgərləri yorulur və buna görə də geri çəkilməli olmuşdu. Eradan əvvəl 323-cü ildə İskəndər vəfat edir. Onun vəfatından sonra 321-ci ildə dövlət parçalanır. Misir, Makedoniya, Selevki, Azərbaycanda isə Atropatena və Albaniya kimi dövlətlər meydana gəlir. Və burada biz şahid oluruq ki, onun imperiyasının parçalanmasından sonra bütün demək, o yaranan dövlətlərə qarşı Romanın mübarizəsi olur.
Elə Romalılar tərəfindən eradan əvvəl 30-da Misir, eradan əvvəl 2-ci əsrin ortalarında Makedoniya və eradan əvvəl 190-cı ildə Selevki dövlətləri süquta uğradılmışdı. Makedoniya dövlətinin bu arada paytaxtı Pella şəhəri olsa da, Makedoniya imperiyasının paytaxtı Mesopotamiyada iki çay arasında yerləşən Babil olmuşdu. Ümumilikdə İskəndər işğal elədiyi ərazilərdə İskəndəriyyə şəhərlərini saldırırdı. Ən məşhur İskəndəriyyə şəhəri Misir ərazisində yerləşirdi və dünyanın 7 möcüzəsindən biri olan məşhur İskəndəriyyə mayakı da həmin ərazidə yerləşirdi. Yunan mədəniyyətindən, abituriyentlərlə bağlı qısaca məlumat verim. Əsas nələr düşür? Demək, Yunanıstanda eradan əvvəl 5-ci əsrin ortalarında Afinanın Yunan şəhər mədəniyyətinin, təhsilinin, elminin mərkəzi olması, eradan əvvəl 776-dan etibarən 4 ildən bir Olimpiya oyunlarının keçirilməsi, 4 ildən bir keçirilən Olimpiya oyunları ümumilikdə Yunan tarixinin başlanğıcı hesab olunur. Yunanlar öz təqviminin başlanğıcını Olimpiya oyunlarından hesablayırdılar. Yunan allahlarının yerləşdiyi məbəd Parfenon məbədidir. Afina şəhərində Parfenon məbədidir. Yunanıstanda baş tanrı Zevsdir. Yunanıstanda tanrı Dionisin şərəfinə tamaşalar keçirilirdi və bu eradan əvvəl 5-ci əsrdə Yunanıstanda teatrın meydana gəlməsinə gətirib çıxartmışdı. Bu məqamlara abituriyentlər bilsə kifayət eləyir. Orada biz Demokritin adına rast gəlirik, Aristotelin, Herodotun, onlarla da bağlı olan məlumatları öyrənsəz yaxşı olar. Bu dərsdə çalışdım ki, sizlərə Yunanistan-Makedoniya mövzusunu sadə, anlaşılıqlı və ən əsası da ətraflı formada izahını verim. Ümid edirəm ki, dərsimiz faydalı olmuşdur. Əgər elədirsə videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Sizlərlə növbəti videolarda görüşənə qədər dərslərinizdə fəaliyyətiniz doğrular. Sağ olun, salamat qalın.